Buyurun, öz təqdim edin. Mən Heybətov Mübariz Elmxanoğlu 2008-ci ilin aprel ayında Azər Tikinti MTK-la müqavilə bağladım ev almaq məqsədi ilə. Orada evin Azər MTK-da Azər Quliyev adlı şəxs idi. Müqavilə bağladıq, 22.000 dollar nəqdi pul ödədik. Sonra hər ayın sonunda 1000 dollar, 1500 dollar ödədim. Növbəti dəfə o MTK-ya gedib pulu ödəyəndə gördüm ki, qapını sındırıblar. Soruşdum kənardan, dedilər ki, burada bunlar qaçıblar. Heç kəs yoxdur. Araşdırdım, dedilər ki, bu MTK Şəruri İsfəndiyarındır. Başladım Şəruri İsfəndiyarın yerini axtarıb tapmağa. O vaxt o Həyat Şallıq evində 2-ci mərtəbədə otururdu. Getdim onun qəbuluna, dedim ki, bəs belə-belə. Bu mən pul ödəmişəm. Bu da dağıdıblar buranı. Dedi ki, mənim evimin qiyməti sizi alladıblar. Mənim evimin qiyməti orada 800 dollardır. Dedim, mən bilmirəm 800 dollardır, 500 dollardır, mənim pulumu qaytarın. Sonra o danışdı ki, Azəri tapsınız, mənə də xəbər verin, mənə də atır. Bir müddətdən sonra eşitdim ki, Azəri güya tutublar. Azər MTK-nın həmin o işçisini. Sonra dedilər ki, öldürüblər, ölüb. Ondan sonra başladım mən bütün dövlət qurumlarına yazmağa ki, bəs mənim ya mənzilimi versinlər, ya mənzilimin pulunu versinlər. Günü bugünkü günə qədər də üstündən 17-18 il keçməsinə baxmayaraq nə pul verilir, bütün dövlət qurumları da heç biri kömək eləmir. Yalandan yazılar araşdırılır, cavab veriləcək nəticə də yoxdur. Xahiş edirəm, bu işlərə köməklik edib mənim pulumu, vəsaitimi geri qaytarasınız.